Mən Nurlan Aranlı bu rəvayətimi Afşaroğlu Şəhriyarın adından elimizin sənətkarı Manaf Ağayevin doğum gününə həsr edirəm. Manaf Ağayevi artıq bu xeyirxah əməllərin Tanrı qarşısında yenə deyirəm, kamil insanlar kimi yazın. Siz xırda bir nüansdan bu cür ürəkli insanları ləkələyə bilmərsiniz. Oğuldur, oğuldur, oğul. Salam aleykum, salamla hər kəsi, salamlayıram ehtiramla hər kəsi. Sənətkara nələr yazıb yaratdıq, onun səsi ilə böyüyüb başa çatdıq. Məclis kəlməsi ilə gözəlləşib, toylarımız səsi ilə gözəlləşib. Bu rəvayət özəl gününə yazıldı, əziz gününə, gözəl gününə yazıldı. Odur xoş avazlı, odur şirin səs, Manaf Ağayevdir vurğulanan kəs. Mənim ona xoş fikirlərim yanılmaz, incə sənət aləmində danılmaz. Hər yana səs saldı ay vətən oğlu, səsinə vermişik haray vətən oğlu. Yurdu maraqlıdır Füzulidəndir, özü Qarabağlıdır Füzulidəndir. Həyatı acınacaqlı üzgün olubdur, Qarabağ məcburi köçkün olubdur. Gözü qalıb öz obasında elində, yerləşib yataqxana mənzilində. Baxmayaraq darıs qaldı bir otaq, ilahidən ümid üzülməz ancaq. Hər kəsin bir ömür müddəti vardı, anasının bir arzu niyyəti vardı. Böyük bir atsanda oğlunu görsün, efirdə ekranda oğlunu görsün. O zamanlar çox çətin idi efirlər, ASTV-yə xeyli gedib gəlirlər. Manaf Ağayev etsə də çox xahişlər, efirə hələ ki çıxanmazsan deyirlər. Allah eyləsə də arzular üçün, anası görsün bunları olmadı mümkün. Belə bir oğul yetişdiribdi mədəni, ruhuna rəhmət deyirik qəni-qəni. İllər ötdü, lahiyələr başladı, Manaf bəyi xalqımız alqışladı. Sənətkara bölgələrdən gəlir səs, bu səslər də boşuna verilmir əvəz. Elan oldu o toyların kralıdır, elə bu adda vallah onun halalıdır. Olsun haqqı halalı qəbul eləyirik, onu toylar kralı qəbul eləyirik. Çox tanınıb məmləkətdən əlavə, bu boyda səsdən sənətdən əlavə. Cavandan cavandı, qoca ilə qoca, şəxsiyyətin mənliyin tutub uca. Yaxınların xoş arzu, xoş istəyi, qardaşı Zahidin böyük dəstəyi. Sevdiribdi onu bu məmləkətdə, Manaf Ağayev eyləyibdi sənətdə. Allah mehriban eyləsin onları, həmişə yanbayan eyləsin onları. Qardaşı Zahid də təbrik eyləyir, xoş arzuları qardaşına söyləyir. Olub ruzidən şükürün sahibi, odur humanist təfəkkürün sahibi. İmkan verməz kimsə qalsın ki leyli, xeyirxah əməlləri vardı xeyli. İkinci Qarabağ döyüşlərində fəal olubdu yardım işlərində. Bir neçə örnək olub əskərlərə, maddi dəstək olub əskərlərə. Qarış-qarış gəzdi vətən səngərin, yanındaydı hər zaman əskərlərin. Şəhidlərlə həməşə duymuşuq qürur, milli qəhrəmanım Pəncəli Teymur. Sağlığında tutub ki niyyətində, Manaf oxsun onun ziyafətində. Çox heyif ki nakam oldu qisməti, cəmi şəhidlərə deyirik rəhmədi. Mən öz adımdan eləyirəm etiraf, cəmiyyətə lazımlı adamdır Manaf. Yolunu bilən, izini bilən adamdır, yerini bilən, sözünü bilən adamdır. Bu cür sənətkarlara qurbandı can, cavan sənətçilərə olubdur təkan. Sadə tanıtdırıbdı xalqa özünü, yaxşılığını verər Allah əvəzini. Bu millət çıxartmaz onu yadından, bütün Manaf sevərlərin adından.
Arzu edək uğurlar gələcəkdən, Manaf kişini təbrik edir ürəkdən. İlahi versin ona can sağlığı, daimi olsun üzünün ağlığı. Görünən elə nə gərəkdir bələdçi, efirə bir yaraşıqdır bu sənətçi. Xarici ölkələrə eyləyir səfər, hörmət ilə qarşılanır mötəbər. Kişini dəstə-dəstə qarşılayırlar, gözlərinin üstə qarşılayırlar. Hörməti hər yaşda yeri olub onun, süfrədə ən başda yeri olub onun. Ona səmimi rəftarı var millətin, Manaf tək sənətkarı var millətin. Manaf bəyin dəyərli bir dostu var, Ağcabədili Afşaroğlu Şəhriyar. Hər qəmə həmdəm kişilərdir bunlar, dostluğa möhkəm kişilərdir bunlar. Nəzərə alıb Şəhriyarın xahişin, qələmə almışıq onun sifarişin. Bu sözləri çıxartmışam aşkara, mənə də xoşdur söz qoşum sənətkara. Nurla naranlı edib çıxışlarım, yetirib təbrikin dost tanışlarım. Vurğuluyub hər şeyi öz yerində, sizi ilahi saxlasın nəzərində. Vurğuluyub hər şeyi öz yerində, sizi ilahi saxlasın nəzərində. Sizi ilahi saxlasın nəzərində.